Bismillahirrahmanirrahim ve bihi nesta'in ve sallallahu ala seyyidina Muhammed ve alihi tahirin. Salamlayıram hər birinizi əziz tamaşaçılar. Kərbəlanın səsi Hüseyin məktəbindən qeyb nuruna doğru verilişini izləyirsiniz. Biz bugünkü verilişimizdə İmam Məhdi əleyhissalamın kiçik qeybət dövrü haqqında və 4 xüsusi naibi haqqında və həmçinin qeybəti Suğranın bir sıra xüsusiyyətləri haqqında inşallah bəhs edəcəyik. Biz keçən verilişlərdə bütün imamların həyatına qısa da olsa bir nəzər saldıq və qeyd elədik ki, bütün imamlar hamısı Kərbəla hadisəsindən təsirlənib, haqqı qoruyublar, batilin əleyhinə addımlar atıblar, zülmlə mübarizə aparıblar və nəticədə zindana düşüblər. Yetişdik İmam Məhdi əleyhissalamın həyatına. Kiçik qeybət dövrü. Artıq İmam Məhdi əleyhissalam atasının şəhadətindən sonra qeybəti suğraya çəkilir. Qeybəti suğra nədir? Əziz tamaşaçılar, keçən verilişdə biz qeyd elədik ki, İmam Məhdi əleyhissalamın doğumu və onun gizli saxlanmasının səbəbləri Əbbasi xəlifələrinin imamın öldürməyi üçün idi. Bu baxımdan gizlin şəkildə dünyaya gəldi və gizlin şəkildə də yaşadı 5 il atasının zamanında. İmamın həyatı həqiqətdə ciddi şəkildə təhlükə altında idi. Bu səbəbdən İmam Həsən Əskəri əleyhissalam onun şəhadətindən sonra İslam tarixində yeni bir mərhələ başladı. Bu mərhələ artıq kiçik qeybət dövrü hesab olunurdu. Əl-qeybətus suğra. Suğra kiçik deməkdir. Əl-qeybə də qeybət deməkdir. Bu dövr, yəni İmam Məhdi əleyhissalamın qeybəti suğra dövrü təqribən Hicrətin 260-cı ilindən başlayır, 329-cu ilə qədər davam edir. Təqribən 69 il və ya 70 il müddətində. Bu müddət ərzində İmam Məhdi əleyhissalamın şiələrlə, ümmətlə əlaqəsi 4 xüsusi naib vasitəsilə həyata keçirdi. İnşallah biz bu verilişdə kiçik qeybət dövrünün mahiyyəti, İmam əleyhissalamla əlaqə yaratmaq sistemi, yəni imamla necə əlaqə saxlayırdılar şiələr, 4 xüsusi naibin həyatı və fəaliyyətləri barəsində qısa məlumat verəcəyik. Həmçinin şiə cəmiyyətinin hansı formada idarə olunması və bir sıra bu dövrə aid olan önəmli məsələləri sizinlə bölüşəcəyik. Qeyd olunduğu kimi kiçik qeybət dövrünün başlanğıcı Hicrətin 260-cı ilində İmam Həsən Əskəri əleyhissalamın şəhid olduğu ildən başladı. Bu şəhadətdən sonra Əbbasi hakimiyyəti imamın övladını tapmaq üçün, İmam Məhdi əleyhissalamı tapmaq üçün əllərindən gələn axtarışları etdilər. Lakin İmam Məhdi əleyhissalamın həyatı Allah iradəsi ilə qorundu və qorunurdu. Bu dövrdə İmam əleyhissalam gizli şəkildə yaşayırdı. Lakin ümmətlə əlaqə tam şəkildə kəsilməmişdi. Bu əlaqədə xüsusi nümayəndələrin ki, onlara biz nuvvab deyirik, naiblər, onların vasitəsilə həyata keçirdi. Bu nümayəndələr nuvvab-ı ərbəə də deyirlər, nuvvab-ı xassə də deyirlər, yəni xüsusi naiblər və ya 4 naib. Bu 4 naibin vasitəsilə imamlar şiələrlə əlaqə saxlayırdı. Lazımı məsələləri onlara çatdırırdı. Beytülmalı hardan alıb, hara vermək lazımdır, bunları həyata keçirdirdilər. Naiblik ümumiyyətlə məsələsinin əsas məqsədi kiçik qeybət dövründə şiə cəmiyyətinin bir çox məsələlərini həll etmək üçün idi. Məsələn, dini suallara cavab vermək, maliyyə məsələsi, xums, zəkat, vacibi sədəqələr, şiə cəmiyyətinin siyasi vəziyyəti, Əbbasilərin onlarla rəftarı, ictimai problemlər, şiə cəmiyyətində olan ictimai problemlər və bu kimi məsələlər imamın nümayəndələri həmin 4 naibin vasitəsilə həyata keçirilirdi. Naiblərin vəzifələri də demək olar ki, bunlardan ibarət idi. İmamın məktublarını alıb
məqsədə çatdırmaq, dini sualları cavablandırmaq, maliyyə məsələlərini idarə etmək, şiə cəmiyyətini ümumiyyətlə qorumaq. Və imamla o şiələr arasındakı məktublar gedirdi. Terminoloji baxımdan o məktublara təvqi deyirlər. Toqiat da onun cəm formasıdır. Bu 4 naibdən birincisinin adı Osman İbni Səid idi. Osman İbni Səid Əmri. Kiçik qeybət dövrünün ilk xüsusi naibi. Osman İbni Səid Əmri həqiqətdə İmam Hadi əleyhissalamın da, İmam Həsən Əskəri əleyhissalamın da səhabələrindən hesab olunurdu. Bu baxımdan deyirlər ki, həm İmam Hadi, həm İmam Həsən Əskəri əleyhissalam dövründə bu yaxın səhabələrdən biri hesab olunurdu və Şeyx Səduq onun haqqında elə bir cümlə İmam Hadi əleyhissalamdan nəql edir ki, məlum olur ki, nə üçün o birinci naibə çevrilmişdir. İmamın haqqında bu ki, əl-əmru siqəti. Fəma əddə ileykum ənni fəənni yüətdi. Əmri mənim etibarlı nümayəndələrimdəndir. O sizə nə desə bilin ki, mənim tərəfindən deyir. Özü də buyurur ki, siqəti. Siqətinin mənim, yəni mənim etimad elədiyim, mənim inandığım. Hər nə desə bilin ki, mənim tərəfindən deyil. Bu baxımdan birinci naib oldu. Və gizli fəaliyyət Osman İbn Səidin zamanından başladı. Əbbasi nəzarətindən qorunmaq üçün həmin bu birinci naib öz fəaliyyətini də demək olar ki, gizlin şəkildə həyata keçirdirdi. Tarixçilər belə yazırlar ki, bəzən yağ satıcısı, insan ki bir yağ satıcısı kimidir, yağ satıcısıdır, bu formada fəaliyyət göstərirdi. Maliyyə yardımlarını yağ qablarının içində gizlədərdi. İmamın yanına ilə yağ satan kimi yaxınlaşardı. Bu səbəbdən də sonradan həmin bu birinci naibə yağ satan adı da verildi ərəb dilində. Amma işi yağ satmaq deyildi. Yağ satmaq bəhanə idi. Bunun vasitəsilə imamın evinə yaxınlaşardı. Lazımi məsələləri, hökmləri, məktubları imamdan alıb şiələrə çatdırardı. Amma ikinci naib Məhəmməd ibn Osman ibn Səid. Yəni birinci naibin oğlu. Məhəmməd ibn Osman. O da təxminən atası dünyasını dəyişəndən sonra 40 il bu vəzifəni icra etdi. 69 ilin çoxunu ikinci naib həyata keçirdi. Bu dövrdə demək olar ki, şiə cəmiyyəti və imamın şiə cəmiyyəti ilə olan əlaqə daha da biraz genişləndi. Şeyx Səduq belə yazır ki, İmam Məhdi əleyhissalam məktublarında Məhəmməd ibn Osman xüsusi etibar sahibi kimi təqdim olunurdu. Bu da məlumdur. Bu baxımdan məlumdur ki, bir şəxs ki 40 il İmam Məhdi əleyhissalamın xüsusi naibi ola, məlum məsələdir ki, bu adi bir şəxs deyil. Və həmin bu şəxsin zamanında imamın tərəfindən çoxlu təvqi, yəni həmin məktublar yayılmağa başladı. Bu dövrdə imamdan çoxlu məktublar şiə alimlərinə və səhabələrinə, müxtəlif şəxslərə həmin ikinci naibin vasitəsilə çatdırılırdı. Və bu məktublarda da demək olar ki, ən çox dini məsələlər bəyan edilirdi, fiqh hökmlər bəyan edilirdi, ictimai tövsiyələr var idi, siz hal-hazırda vəzifəniz nədir, nə etməlisiniz, bu kimi şeylər yer alırdı. Bu məktublar demək olar ki, şiə fiqh tarixində də mühüm rol oynayırdı. Yəni bəzi məsələlər, bəzi hökmlər həmin bu tovqiyatın vasitəsilə ələ gəlir. Üçüncü naib isə Hüseyn ibn Ruhi Novbəxti idi və Hüseyn ibn Ruhi Novbəxti də demək olar ki, imamın yanında böyük bir hörmətə malik idi və etimad olunası bir şəxs idi. Qeyd edirlər ki, o Bağdadın tanınmış alimlərindən biri idi. Çox savadlı biri idi. Onun ailəsi Əbbasi sarayında da müəyyən nüfuza malik idilər. Özü imamın səhabəsi, naibi, amma onun yaxınlarından Əbbasi xəlifələrinə nüfuz eləmişdilər. Bu vəziyyət demək olar ki, ona müəyyən siyasi imkanlar yaradırdı. Hüseyn ibn Ruhi Novbəxti ki, üçüncü naibdir. Lakin buna baxmayaraq o çox çətin şəraitdə fəaliyyət göstərirdi. Çünki o da nəzarət altında idi.
Bu zamanlarda həqiqətən tarixçilər qeyd edirlər, Hüseyn ibn Ruh Əbbasi hakimiyyət tərəfindən bir dəfə həbs edilmişdi və həbs ediləndən sonra illərlə həbsdə yaşamışdı. Lakin bunlara baxmayaraq Şiə cəmiyyətinin rəhbərliyi davam etməkdə idi. Bu dövrdə imamın 3-cü naibinin dövründə imamdan gələn məktublar onun vasitəsilə yayılırdı. Təbii ki, o zindandan öncə və yaxud zindandan sonra. Baxın, bunlar adi insanlar deyildi. Bunlar seçilmişdilər. Mənəvi baxımından, iman baxımından. Elə baxanda biz 4-cü naibində həyatına baxanda Əli ibn Muhammed Səməri kiçik qeybət dövründəki sonuncu bir naib idi. Bunun da şəxsiyyəti digər insanlardan fərqli idi. Deyirlər, Əli ibn Muhammed Səməri hicrətin 326-cı ilində bu vəziyyətə təyin olunmuşdu və onun naibliyi təqribi desək 3 il davam elədi. Ən çox ikinci naib idi ki, 40 il. Amma sonuncu 3 il davam elədi. Və onun da vəzifələri digər naiblər kimi imamla şiələr arasında əlaqə saxlamaq, onların məktubunu çatdırmaq, xums, zəkat bu kimi məsələlər idi. Kiçik qeybət dövrünün sonu demək olar ki, Əli ibn Məhəmməd Səmərinin vəfatından sonra həyata keçdi. Bir neçə gün əvvəl, ölümündən bir neçə gün əvvəl İmam Məhdi əleyhissalam tərəfindən məşhur bir məktub gəlir imama, imam tərəfindən həmin bu 4-cü naibə. Məktubda belə yazılırdı ki, Ya Əli ibn Muhammed Səməri, Ə'zəməllahu əcrə ixvanikə fikə fə innəkə məyyitun ma beynəkə və beynə sittətə əyyam. Ki, 6 gün yaşamayacaqsan. 6 gündən sonra sənin vəfatın gələcək. Məndən sonra artıq xüsusi naib olmayacaq. İmam Məhdi əleyhissalam 4-cü naibə deyir və deyir ki, bundan sonra heç bir naib təyin eləmə. Və bu şəxs dünyasını dəyişəndən sonra qeybət kubra dövrü başlamışdır. Elə İmam Məhdi əleyhissalamın o 4-cü naibə yazdığı məktubun sonunda vardı ki, artıq böyük qeybət dövrünün vaxtı gəlib çatmışdır. Kiçik qeyb dövrünün demək olar ki, əhəmiyyəti bundan ibarətdir ki, bu dövrün böyük bir hikməti var idi. Çünki insanlar birdən-birə imamla əlaqəni itirmədilər. Əgər birdən-birə qeybət kubru olsaydı, biraz çətin olardı. Əksinə tədricən imamlar insanları tədricən qeyb dövrünə hazırladılar. Bu dövrdə, həmin qeybət suğra dövründə nümayəndəlik sistemi möhkəmləndi. Alimlərin rolu yavaş-yavaş artmağa başladı. Dini rəhbərlik daha da yaxşı şəkildə formalaşdı. Və şiə alimlərin rolu kiçik qeybət dövründən sonra demək olar ki, biraz çətinləşir. Şiə alimlərin rolu kiçik qeybət dövründən sonra nə mənada çətinləşir? Yəni, şiə cəmiyyətində artıq rol alimlərin rəhbərliyidir, onların sözüdür. Onların sözünə daha önəm verilməlidir. İmamların hədislərinə əsaslanaraq alimlər dini hökmləri izah edirlər və cəmiyyətə rəhbərlik edirlər, imamın yolunu davam etdirirlər. Yəni, bir sözlə qeybət-i suğradan sonra bu məsələləri, dini məsələləri, şiə cəmiyyəti idarə etmək məsələlərini alimlər öhdəsinə götürür. Bu verilişimizin, əgər istəsək, nəticəsini sizə qısa şəkildə çatdıraq, bundan ibarətdir ki, kiçik qeybət dövrü İslam tarixində çox mühüm mərhələlərdən biridir. Bu dövrdə imamın həyatı qorundu, şiə cəmiyyəti idarə olunurdu, qeyb dövrünə hazırlıq baş verirdi. 4 xüsusi naib Osman ibn Səid, Muhammed ibn Osman, Hüseyn ibn Ruhi Nobəxti, Əli ibn Muhammed Səməri, bu ki 4 dənə naib idi qeybət suğra dövründə. Bunlar imamla ümmət arasında, şiələr arasında, səhabələr arasında tarixi körpü rolunu oynayırdılar. İnşallah biz gələn verilişimizdə böyük qeybət dövrü haqqında ətraflı məlumat
verəcəyik. Bizə ayrılan vaxt tamam oldu. Hamınızı Allaha tapşırıram. Və sallallahu ala seyyidina Muhammed və alihi tahirin.